Rumen o yerlere, o vaxtlara, o işlere. Amasya elə belə söz deyil. Amasya çox dərin mənalı, çox böyük, güclü kadrları olan, mərd, igid insanların, savadlı insanların vətənidir. Buradakilerin əksəriyyəti Amasya'da yetişib, püxtələşib, hazır şəkildə bura dönürlər. Və burada da öz fəaliyyətlərini davam elətdirirlər. Çox məsuliyyətlə, çox hörmətlə. Mən hər birinizə uzun ömürdən sağlıq arzulayıram. Arzulayıram ki, bu dönmezlik, bu igidlik, bu düzgünlük sizinle daim olsun. Her birinizi çok hoş gördük, çok hoş olduk. Hamınıza minnettarım, hamınıza uzun ömür can sağlıklar diliyorum. Sağ olun, sağ olun. Sağ olun. Mikrofonu verdiğiniz için teşekkür ederim. Ben de salam takriben 40 yıldan çok ki görmediğim şahitler var. Görmediğim yoldaşlık, dostluk elde kanalları burada gördüm. Ona göre de bu teşkilatçılara, bu tarihi hayata geçenlerden hoşlanmalarını bildirirler. Arz ederim bu tedbirleriniz daha da genişlensin. Ve bu tarihi bir elementi ondan ibaret ki biz burada Amasya'ların birliğini gördük. Bunların buradaki faaliyetini müsbet kıymetlendirilmiş. Sabah başta olan şeylere çok birer hayırlar ile bir iş görürsünüz. Ben arz ediyorum ki bu tedbirlerinizi de bilmelisiniz. Burada bu mektepte okuduğumuz vakti, bizim orada olduğumuz vakti olan yarıda kalan fadimeleri yeniden biz gözümüze kabağına getirdik. Burada öyle uşaklar var ki biz ona ders demişik, müəyyən sebeplerden ondan sonra sevmez etmişiz de. Kiməsə deyək, dost münasibətimiz olur. Buna hamısı yarıda kalan fadimelerdir. Əsəriyyəti mesela belki de kontrolcüler demirler. Vurduğumuz, dövdüğümüz uşaklar da burada iştirak edirler. Aksine o uşaklar seni onların mecbur ediyor, çoğuyor. Duruluk diyor ki, onlar bize daha münasip, daha yakından gelirler, görüşürler. Belki o kimerimize kartına değerli, kimerimize yüksek kıymet verirler. Ama bu yine diyelim, vurduğumuz uşaklar bize daha meydan münasebet gösterirler. Ben arzu ediyorum ki bu bildiği Amasya zamanının bildiğini devam etmezsiniz. Birbirimizden bir uzaklaşmayın, daha da yakınlaşın, haberleriniz olsun, geçen olsun, unutmayasınız. Sizin bu birliğiniz, sizin bu teşkilatçılarınız, sizin övletlerine efendimiz Köylemesi Merkezi'si, sizden sonra da efendilerine uğraşlarına prezident. Ona göre de aklımıza çalışmalarımız yeniden, mezunlarımızın için olmasını arzu ederim ve birbirimizi unutmayalım. Her şey yetişken şeyimiz olsun. Sağ olun. Hoş görüştük. Amasya Köy münasebetinde Gerdanlı'nın uzması nümayendelerini, Amasyalıları sevmi gerçekten nümayendeler. Hakikaten de hoş gün. Amasyalıların tabi beğenmeyen hakkı var. Ne diyecek onu söylemesinden, Şemsi Kozan'ın oradan da yazdığı Azerbaycan Avrupadan başlayan sözü
Özel Amasya rayonuna. Oradan ayrılan sonra girdi zala, dedi zəngi basarlar. Çok da özümde tərifləməyin. Ben gittim Amasya'ya. Amasya'da gördüğüm hürmeti hiçbir yerde görmemiştim. Amasyalılar var. Onlardan menfaat, geyler, hürmet isterler kadar. Hakikaten de Amasyalıların sevinmeye hakkı var. Öz gevranlarıyla, hekimleriyle, müəllimleriyle. Amasya'da müəllim kardeşliği, mehriban bir kardeşliğiydi. Ve onların faaliyetinin esasında hemesi Amasya'daki Azerbaycan sektörünün benimseme faizi ilmenlerden yüksek olmuştur. Onlar riyasetler, mühendislikler, siyasetler de gelip araştırdılar, riyasetler ki bize kömekli gösterir. Biz bu müsaadelerini yapmayı hakikaten de bizim kardeşliğe hakkımız var. Müəllim kardeşliği, hekim kardeşliği, ileride zahmetçi insanlara minnettarımı bildirim. Bu tedbiri hazırlayan Tahir müəllimə, Cəfər müəllimə, hakikaten de çok acil çektiler. Sağ olsun Amasya Birliği. Ben müəllimlərimdən sonra işte danışanım da hamısını gözəl bilirlər. Mən də qoşulur müəllimlərimə mən çox sevinirəm ki, mən Amasya'dayım. Və burada çox gözəl insanları görürəm. Adam hər birimizdə baxanda ürəyi qürur keçir. Yəni gözəl müəllimsi bu vəzifə təşkilinə görə əziz Tahir müəllimə mənim əmim oldu. Babamdan düşən mənim qardaş kimi bu məktəbdə işləyirlər. Və Hacı Cəfərə təşəkkür edirəm. Sizin işlərə böyündən başlayıb, gələcəkdə yüksək səviyyəli mərsələ olacaq qoysa, sizə uğurlar olmalı. Hürmetli mühendisler, ben de Bu kim belli abi? ama bu Amasya mektebi bizim mektebe doğrudan ikisi yakalanıyorlar. Çünkü oradan mesela 16-18 nefer şagird olan sınıfın birinde 12 nefer alim mektebe olurdu. Birinci. Sonra yeni o günlerdeki ali təhsil alma fikirləri varsa ali təhsil alınırlar. Qərbi Azərbaycan icmasının son vaxtda Qərbi Azərbaycandan bu dərkin sınırlarından üçün gördüyü işlər yüksək səviyyələrdə mən burada Ziyalar Şurasının üzvü kimi tədbirlərində iştirak edirəm və görürəm ki, çox yüksək səviyyədə tədbirlər keçir. Bütün rayonlar üzrə, bütün rayonların kəndləri üzrə, bütün təşkilatlarının bu çox əhəmiyyətlidir. Qanunun əhəmiyyətini yüksək qiymətləndirən və başda Abir Mənim olmaqla Amasya'nın icmasının rəhbərinə təşəkkür edirəm. Eyni zamanda bu tədbir təşkil edildiklərinə və bizi dəvət edildiklərinə görə Tahir müəllimə, qardaşım Cəfər müəllimə öz minnətdarlığımı bildirirəm. Biz Amasya məktəbinin yetirmələri və hər haqqında çalışırıq ki, bizim əziz müəllimlərimizin bizə verdiyi tərbiyəni, yetirmələri doğrunda əziz Amasyalılar burada Amasyalılar əyləşir. Eyni zamanda Amasya kəndinin cəmaatı əsərlərdə mənim qonumlarını hər birimizi bu tərbiyədə sağlamlayırəm, can sağlamlayırəm. Arzu edirəm ki, heç vaxt sizin bizimizdən təməssül əsli olmasın, həmişə bilən ki, yaxşı görüşünləri iştirakçı olmasınız. Sağ olun.